Natikliklə bağlı sizə maraqlı bir fənd deyəcəm. Öz qorxularının üstünə getmək və bunu bir fənd kimi istifadə eləmək. Bilirsiniz ki, bir neçə vaxt əvvəl mən çox çəki almışdım. 110 kilodan söhbət gedir və görüşlərə getməyə, çıxışlar eləməyə utanırdım. Axır bir gün o qədər bu istəklər çoxaldı ki, bununla mübarizə aparmalı olduğumu anladım və belə bir çıxışların birində ilk cümləmi hədəf olaraq bu cür başladım. Əzizlərim, bilirsiniz ki, mən də biraz çəki almışam. Bu çəkini sizin gözünüzdə yox eləmək üçün bacardığım qədər maraqlı danışmağa çalışacağam. Yerdən mənə komplimentlər gəlməyə başladı. İradə xanım, siz belə də gözəlsiniz, belə sizə çox yaraşır, kilo heç sizi dəyişməyib. Bax belə, bu sözlər eşitməyə başladım. Amma burada bir məqam var. Bəlkə də mən bu sözü deməsəydim, onlar bu iradə öz ürəklərində bildirib məni mühakimə eləyəcəkdilər. Amma mən bu etirafı özüm eləyəndə artıq etiraf məcbur edir ki, onları sizin tərəfdarınıza çevirsin. Buna görə də natiklik sənətində belə bir üsul var, fənd var. Öz üzərinizə gedin, öz səhvlərinizə gülün. Əgər yıxıldınızsa, ayağınız harası irişdisə, nəsə əlinizdən düşdüsə, buna hamıdan əvvəl siz gülün. Bu sizə bəraət qazandıracaq və gözəl şəkildə məsələni həll edib vəziyyəti idarə edəcəksiniz.